Laçınlıların kompakt yaşadığı Taxta Körpüdə Novruz şənliyi keçirilib. Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçınlıların kompakt şəkildə məskunlaşdığı Ağcabədi rayon Taxta Körpü qəsəbəsində Novruz bayramı münasibəti ilə geniş şəkildə proqram təşkil olunub. Baharın gəlişini simvolizə edən bu əlamətdar gün sakinlər tərəfindən böyük coşqu və sevinç hissi ilə qeyd edilir. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edir. Bayram şənliyində milli adət-ənənələrimizi əks etdirən müxtəlif səhnəciklər nümayiş olunub, Novruzun rəmzi olan Kosa və Keçəl iştirakçıların marağına səbəb olub. Tonqallar qalanıb, bayram mahnıları səsləndirilib, rəqs nümunələri təqdim edilib. Şənlik zamanı çıxış edənlər Novruz bayramının xalqımızın milli mənəvi dəyərlərinin təcəssümü olduğunu vurğulayıb. Bu cür tədbirlərin birlik və həmrəyliyin möhkəmləndirilməsinin mühüm rolu olduğunu qeyd ediblər. Eyni zamanda Laçınlıların doğma torpaqlarına qayıdışının sevincini yaşadıkları bu dövrdə belə bayramların xüsusi əhəmiyyət daşıdığı bildirilir. Uşaqlar üçün əyləncəli proqramlar keçirilib, Taxta Körpü qəsəbəsində baş tutan Novruz şənliyi xoş ovqat və unudulmaz anlarla yadda qalır.